Hər kəs salamlayıram, dəyərli insanlar. Deməli, bu günlərin Booster 5 işləyəcək inşallah. Gəlin, yavaş-yavaş başlayaq. 5 və 6-nı işləməyi bugünkü videoda planlaşdırırıq. Demək, başlayaq birinci sualdan. Birinci sualda occur meydana gəlmək deməkdir. To reign hökm sürmək deməkdir. Settle isə məskunlaşmaq deməkdir. Bunları uyğunlaşdıraq. Deməli, meydana gəlmək daha çox ola bilər. Baş vermək, hökm sürmək, idarə etmək. C-də A variantı, B-C-A doğru variant olacaq. Demək, keçək artıq ikinci suala. Deməli, 2-yə baxırıq. 2-də biz bilirik ki, borders, yəni artıq məlum olan sərhədlərdən söhbət gedir. Sweden and Finland. Onun üçün bura Z artiklı verəcəyik. Norway ölkə adıdır. Onun üçün bura heç nə verməyəcəyik. Doğru cavab olacaq A variantı. 3-ə baxaq. 3-də fikir verməli olduğumuz məsələ announcementdir. Yəni özündən sonra isim gələnlərdir. What kind yanlışdır. Çünki what kind off olmalı idi ki, özündən sonra isim gəlib birləşmə yaratsın. 3 səhvdir. How'dan sonra və whom'dan sonra da birləşmə yaratmır. Whom özündən sonra isim tələb eləmir. 5-də getdi, 4-də getdi. Doğru cavab olacaq 1 və 2, yəni Y variantı. Biz baxaq 4-cü suala. 4-də bizdən passive voice yoxdur. Üzr istəyirəm, complex object sualıdır. Asked var. Asked 3-cü qrup feildirsə to ilə işlənməlidir, yəni to give. Biz 5-ə baxaq. 5-ci suala baxırıq. Doğru versiyada, hər iki versiyası da doğru olan məsələyə baxmalıyıq. Deməli, birində information to them they olacaq. Sent-də keçmiş zamandadır. They were olmalıdır. Deməli, biz ilk öncə burada keçmiş zamanı tapmalıyıq. Bütün cavablar da elə işdən keçmiş zamandadır. Olacaq. Some information was sent by us last Monday. Deməli, yəni biri 4 olur. İkinciyə baxaq. We olmaz da uşaqlar. Biz bilirik ki, adi qaydada olmaz. Bir də was some information by them, by them də olmaz. Çünki by'dan sonra mübtədamız gəlməlidir. Yəni burada by us olmalı idi. 2 də olmaz. Doğru cavab olacaq 1 və 4. Yəni C variantı. Biz baxmalıyıq 6-cı suala. 6-cı sualda a person who is hər kəsə deyir ki, hörmət göstərir başqa insanlara. Buna da biz polite, yəni nəzakətli cavabını verməliyik. Eyni şəkildə baxaq 7-ci suala. Burada but var və doesla bizə cavab verilir. Onun üçün biz elə doesla da bunun cavabını verməliyik. But tərəf, digər tərəf təsdiq idi. Biz bu tərəfi inkar verməli olduğumuz üçün 7-ci sualda Y variantını verəcəyik. Baxaq 8-ci suala. Zaman uzlaşmasını doğru şəkildə formalaşdırsaq, məsələ bitmişdir. When keçmiş zamanda, will gələcək zamanda uzlaşmaz. Bir cümlədə 2 gələcək zaman olmaz. Bunda bir qayda kimi siz yadınızda saxlamalısınız. Ondan sonra after will gəlmir. Afterdan sonra will gəlməyəcək. Doğru cavab olacaq. Will gələcəkdir. Left keçmişdir, uzlaşmır. Doğru cavabımız olacaq A variantı. Biz baxaq 9-cu suala. I am going to play football with my classmates and what about your brother? Uşaqlar, görürük ki, cümləmiz təsdiq cümləsidir. İkinci olaraq isə to be bizim köməkçi feilimizdir. Təsdiqdirsə naizə və aizə variantları gedəcək və to be axtarırıq biz. To be axtardığımız üçün does gedir. Cavab olacaq B variantı. Biz baxaq 10-cu suala.
İlk öncə asan məsələ burada ondur, onmandır. İngilis dilində bunun üçün in verəcəyik. In on, yəni 10-cu suala cavabımız olacaq nə? B variantı. Biz 11-ci suala baxaq. Yəqin ki, burada what time ilə başlayırıqsa bir sual cümləsi quracağımız daha məsləhətli olar. What time? What time? Sonra biz ilk öncə düsturumuzu yazaq. Bura xüsusi sual sözü gəlməlidir. Köməkçi feil gəlməlidir. Mübtəda və əsas feil gəlməlidir. Digər məsələlər isə what time? Sonra burada bir məsələ var. Ona diqqət yetirək. What time do you finish və ya da do you work da ola bilər. Bir, 5, 3. Sonra isə biz usually bir iki mübtəda ilə xəbərin arasına gəlir. Usually finish work kimi verə bilərik. Bu da olacaq 5, 3, 4, 6 və 2. Bu da görünür ki, C variantı doğru variantdır. Biz baxaq 12-ci suala. Vegetables cəmdədir. Biz bilirik ki, biz başqa heç nə bilmirik. Yes, but they aren't fresh. Uşaqlar, fresh deyəndə, fresh təmizdir. Nələrdən söhbət gedir? Elə tərəvəzlərdən söhbət gedir. Onun üçün biz hər ikisini nədə qoymalıyıq? Cəm hesab eləməliyik. Birinci bunu bilməliyik. Deyir, onlar kifayət qədər evdə varmı? O deyir, hə. Amma deyir, hamısı, yəni çoxu təzə deyil. Doğru cavab olacaq C variantı. Yəni mat zaten işlənməz burada. Eyni şəkildə little da işlənməyəcək. Burada enough və very daha uyğun variantlardır. 13-cü sual isə daha rahat bir sualdır. Burada country'dən söhbət gedir. İkinci sözə baxacağıq. Doğru cavab olacaq 1 və 3. Tək isim, tək fiil. Biz booster 5-i bitirdik. İndi inşallah keçək booster 6-ya. Bu sual daha çox yəqin ki, xatırladır sizə 9 Martı. 9 Martda düşmüş bir sual, oxşar bir sualdır. Burada go var. Görürük ki, heç nə yoxdur. Nə ing yoxdur, nə to yoxdur. Onun üçün birinci qrup feillər verəcəyik. Yəni, Y variantı doğru variant kimi özünü göstərəcək. Baxaq ikinci suala. İkinci sual görək nə deyir? People celebrate Christmas December 25th. Biz bilirik ki, bu bir gündür. Yəni, dekabrın 25-i bir one day'dir də. Day olan suallarda nə olacaq? 10 olacaq. Yenə make-up sentence sualıdır. Bu sualda çox vaxt itirmək istəmirəm. Açığı belə olacaq. The students uzaqlaşdı. Were told to switch off before the mobile phones before the exam. Şagirdlər mobil telefonlarını imtahandan əvvəl söndürməli deyirlər. Sonra bizə burada nə istəyir? Close meaning. Banned. There's a city. Banned smoking in all buildings. Yəni qadağan edilib. Qadağandır. O da olacaq prohibit. Biz keçək digər suala. Nothing annoys me than. Than varsa, yəni bu artıq rahat bir məsələdir ki, müqayisə dərəcəsi qoyacaq, o da more olacaq. Aha, interrogative sentences. Hər bayaqları 2 dəfə deyəsən yazdım. Bu sual xüsusi sual sözü köməkçi feil, mübtada və əsas feil olaraq olur. İkinci düsturumuz isə who ilə what'dan sonra birbaşa əsas feil qaydası olacaq. İlk öncə did you hand və ya da
Whom-dan sonra birbaşa əsas feil gəlməz. Did olan yerdə də handed olmaz. Doğru cavab olacaq 1 və 4, yəni Y variantı. Baxaq 7-ci suala. Biz bilməliyik ki, zeriz və zera özündən sonra gələn ilk sözlə uzlaşmada olmalıdır. Deməli, there is toys olmur. Was-la da toys, yəni uşaqların oyuncaqları və yaxud da uşaqların. Were-lə toy təkdədir, olmaz. BC-də gedəcək. Eyni şəkildə də D niyə gedirsə Y variantı da are, toy uzlaşma olmur. Cavab olacaq A variantı. Davam edək uşaqlar. Burada modal feil bizdən istəyir. Deyir, yəni maşın sürə bilərsən 15 yaşın olanda. Burada was var. Bax, was göstərir ki, mən keçmiş zamanda verməliyəm də. Bunun üçün has to, will falan yanlış olacaq. Biz baxaq digər variantlara. Burada yəqin ki olacaq couldn't. Çünki didn't həftində tusu yoxdur. Bizdən doğru passive voice istəyir. Yəni doğru məhsul növdə olan cümləni istəyir bizdən. Burada isə çox rahatdır. Biz bir baxmalıyıq ki, cümlənin sonunda zərf, daha doğrusu sifət olmasın. Bir də baxmalıyıq ki, zeri zera cümlələri olmasın. Bunların sual cümlələri də ola bilər və s. axır. Gəlin baxaq. Demək, məsələ nə idi o? Baxın, burada valuable var. Bu nə deməkdir? Dəyərli. Deməli, 4 getdi. Bir də cümləmiz zera arziyə yəni, olub, 2-də getdi. 1-3 olacaq cavabımız, yəni C variantı. Baxaq ona. Uşaqlar, used to ifadəsi var ki, used to ifadəsi vaxtı ilə vərdiş halında olmuş, sonra isə tərcih edilmiş məsələlərdir. Burada use'un tusu yoxdur. Burada da use'un tusu yoxdur. Used to deyə bir şey ümumiyyətlə yoxdur. Didn't use'da da to yoxdur. Cavabımız olacaq C variantı. Baxaq 11-ci suala. Cümləmiz inkardır. Və Dudaz da mənim köməkçi feilimdir. Baxaq, so getdi. Ayca cümlənin əvvəlində gəlməz getdi. To inkarda işlənmir getdi. Was mənim yanlışdır. Çünki mənim köməkçi feilim Dudazdır. Cavab olacaq B variantı. Holy dini bir şeydir. Cavab burada cavab olacaq 1-ə B. Unique nadir, rare 3-ə A, 2-ə də C, B, C, A olacaq cavabımız. Yəni Y. Baxaq, bu bura. Chess players mistake düzdür 1. 2-də women's deyə bir şey yoxdur. Doğrusu bu şəkildə olmalıdır. 2 yanlışdır. 3 doğrudur. To-dan sonra biz bilirik ki, cəm gəlməlidir. Bu şəkildə olmalıydı. Daha doğrusu yanlış yazdım. Bu şəkildə olmalıydı. Və zaman zərfləri də hər zaman apostrof S ilə olmalıdır. 1, 3, 5 olmalıdır. Yoldaşlar, yeni qrup açılacaq. Yay qruplarımıza qoşula bilərsiniz. Bunun üçün siz 994, 99, 702, 54, 44 nömrəsindən əlaqə saxlaya bilərsiniz WhatsApp üzərindən. İzlədiyiniz, dinlədiyiniz üçün təşəkkürlər. İnşallah ki, biz sizin üçün faydalıyıq. Kanala abunə olmağı, videonu paylaşmağı, like atmağı və şərh yazmağı qəti şəkildə yadınızdan çıxartmayın.